Oba mobil tətbiqi yeniləndi, plusları çoxaldı. Oba Plus mobil tətbiqi haqqında elə Obanın özündə danışaq. Amma ilk olaraq mobil tətbiqdən bizə ən yaxın Oba mağazasını tapaq. Əla, elə qonşuluqda var imiş. Oba Plus mobil tətbiqi təkcə alış-verişlə yox, həm də oyun oynamaqla keşbek qazandırır. Bəli, doğru eşitdiniz, oyun oynamaqla. Amma bununla da bitmir. Keşbek qazanmaq üçün dostunu gətir, o qeydiyyatdan keçsin, sən də bonus qazan. Amma bu şəkildə yox. Oba Plus mobil tətbiqindən dostuna dəvət göndərirsən, o da sənin təqdim etdiyin promokodla qeydiyyatdan keçir və beləliklə sən xal qazanırsan. Nə qədər çox dost, bir o qədər çox xal. Evdəkilər nəsə istəmişdi, nə idi o? Oba Plus mobil tətbiqi bu problemə də həll tapdı. Artıq evdəkilər sizinlə alış-veriş səbətini paylaşır və siz də mağazada rahat-rahat, heç nəyə unutmadan alış-veriş edirsiniz. Əgər məhsulun qiymətini dəqiqləşdirmək istəyirsinizsə, daxil olursunuz qiyməti yoxla bölməsinə və QR kodu oxudursunuz. Budur, məhsulun qiyməti hazırdır. Ən bəyəndiyim xüsusiyyəti isə internetin olmasa da keşbek qazana bilərsən. Və 10 ilin qonşusu olan Oba Plus mobil tətbiqində qazandığın keşbekləri istədiyin şəxslə rahat paylaşmaq şansını verir. Yenilənmiş tətbiqi Play Market və iOS-dan yükləyə, mövcud tətbiqi isə yeniləyə bilərsən. Tətbiqi yüklə, sürətlə daha çox qazan.